336. sayfa düzdür. Orada 336'da. Bahar güne karanlık kalan suallar ne var? 42. 42, 28. Bahar 28'de. Deyir ki, Paraqçay, Diyaqçay, Şaxtatlı və Gümüşlü yataqlarını birləşdirən xüsusiyyəti çəkir. İlk növbədə müəllimlər, Paraqçay, Diyaqçay yataqları nə yataqlarıdır? Molibden yataqlarıdır və bəli, Ordubad ərazisində yerləşir. Ordubad ərazisində yerləşən bu yataqlar demişdik ki, əsasən hansı tektonik vilayətə düşür? Günlük qapıcı. Günlük qapıcı. Bəli, tektonik vilayət. Daha doğrusu, tektonik vilayət ilkin növbədə. Tektonik vilayət olaraq hara düşür? Kiçik Qafqaz qalxmasına. Vilayət olaraq? Yox, vilayət olaraq. Arasına düşür. Orta Araz. Fiziki coğrafi rayon olaraq? Bəli, Günlük Qapıcı fiziki coğrafi rayonuna düşür. Bax, bu yuxarı hissə. İndi, bir də verib Şaxtaxtı, Gümüşlü yataqları. Şaxtaxtı nə yatağıdır? Filiz. Filiz nə yatağı? Bəli. Travertin yatağı. Haradadır? Şərur rayonunda. Şərur rayonunda bir dənə də nə yatağı var idi? Polimetal yatağı. Adı neydi? Yox, polimetal. O mehmana yatağı. Bəli. Deyinə, bizə verib də Paraqçay, Diyaqçay, Molibden yatağı Ordubadda. Şaxtaxtı və Gümüşlü. Şaxtaxtı, Travertin, Gümüşlü isə polimetal yatağı Şərur rayonunda. Bunların hamısı da hansı vilayətə düşəcək? Orta Araz vilayətinə. Orta Araz təbii vilayətində yerləşir. Yaxşı. Amma sənə desəydi ki, Orta Araz tektonik vilayətində yerləşir. Tektonik vilayətə, bax burada biz 4 dənə hissəni, 4 dənə əsas düzənliyi əhatə etmişdik. Bax bu hissədə Sədərək, Şərur, Böyükdüz və Naxçıvan. Vəssalam. Aydındır. Orada indi 3-cü dövr sıxılları aşkarlanıblar. 3-cü dövr mezozoy sıxıllarıdır. Mezozoy sıxılları bir dənə dərin yazıda aşkarlanır. Yəni, sən bu tərəfə deyə bilməzsin bunu. Filiz paydalı qazıntıları aiddirlər. Məsəl üçün, travertin tam filiz faydalı qazıntı götürülmür. Dağ meşə qurşağında yerləşirlər. Dağ meşə qurşağı. Yəni, dağ meşə qurşaq burada var idi. Yoxdur, bəli. Qeyri-filiz faydalı qazıntıdır. Hamısını demək olmaz. Bir dənə travertin deyə bilərsən, qalanlar filiz mənşəlidir. Aydındır. Vəssalam. Orta Araz tektonik vilayət ola bilər. Kiçik Qafqaz tektonik vilayəti içərisində idi Orta Araz. Bildim. Hə, Orta Araz, bax, tektonik vilayəti onu deyirəm, bəli. Baba, fikir versən bu hissəni. Burada Sədərək, Şərur, Böyükdüz və Naxçıvan düzlərini əhatə edir Orta Araz. Qalan hissə getdik yuxarı. Bunun hardasa 1000 metrə qədər. O davam edir. 1000-dən yuxarı hissəyə sən keçdin. Hə, 1000-dən yuxarı hissəyə keçdin. Artıq orası həmin Kiçik Qafqaz tektonik qalxmasıdır. Amma vilayət deyən kimi biz yalnız Naxçıvanı ümumi şəkildə Orta Araz vilayəti veririk. Kiçik Qafqaz bax, düşdü bu hissəyə. Bəli, Kiçik Qafqaz nə oldu? Zoomlamaq lazım değil mi? Kiçik. Zoomlamaq lazımdır ki. Ana yolu zoomlaması. Belə əllə zoomlanır. Hə, Kiçik Qafqaz artıq biz görürük ki, burada demişdim Həkəri daxildir, düzdür? Burada Həkəri daxildir. Bax, bu hissədə, aşağıda. Qalan hissədə olduğu kimi keçir. Burada aşağı Araz boyu düzənliklər yerləşirdi. Bu hissədə isə Gəncə Qazax düzü və Qarabağ düzü. Ona kimi Kiçik Qafqaz davam edirdi. Amma düzənliklər düşürdü artıq Kür-Araz. Həm tektonik zon olaraq, həm də vilayət olaraq Kür-Araz idi. Vəssalam. Sonra nə var orada? Gəlsin. 42 yazmışam. 42. Baxaq görək 42-yə. Mənim sən də yazmışdın 28-də.
28'i yazmamışdım ben. Aha. Xəritə sxemi əsasən birinci rəqəm ilə işarələnmiş ərazini, ikinci rəqəm ilə işarələnmiş ərazidən fərqləndirən xüsusiyyəti müəyyən edin. 42-ci sualda birinci rəqəmə biz fikir versək, hara qoydu birinci rəqəmə? Hə, yuxarı. Müəllimlər, indi bu iqlim prosesində, bunu sən əzbər bilməlisən ki, bu hansı iqlimdir və fikir verdiyimiz qədər Qarabağ vulkanik yaylasını və Murovda ətrafını əhatə eləyir və bir şeyi müşahidə edirik. Bax, bu hissəni əhatə eləyir, amma 2700-dən yuxarı hissələrə əhatə eləmir. 2700-dən aşağıdır. 2700-dən aşağıdırsa, Böyük Qafqazda da, Kiçik Qafqazda biz nəyə müşahidə edirik? Soyuq iqlimin tipinin qışı quraq keçən yarım tipini. Bəli, qışı quraq keçən soyuq iqlim tipi. Bəli, bunu müşahidə edirik biz orada. 2-də nə müşahidə edirik? 2-də də soyuq iqlimdir. Orada biz deyirdik ki, soyuq iqlim 2900-ə kimi gedir, dağ tundra, Böyük və Kiçik Qafqazda 2700-dən başlayırsa, amma bir də Naxçıvan ərazisidir ki, o 2900-ə qədər gedib çıxa bilir. Düzdür? Bax, onda biz nəyə müşahidə etmiş oluruq? Burada, bax, bu hissədə yay quraq keçən soyuq iqlimdir. Buradan qışı quraq keçən soyuq iqlimdir. İndi orada biz birin olduğu yerdə, ikinin olduğu yerdə də baxsaq, mineral bulaqlara bizdə fərqləndirilmək istəyir. Bir rəqəmi ilə işarələnmiş ərazini, iki rəqəmi ilə işarələnmiş ərazidən fərqləndirən xüsusiyyət. Biri 2-dən fərqləndirməlidir. Həqiqətən də biz 1-ə də baxdıqda, 2-yə də baxdıqda, ikisində də mineral bulaqlara rast gələcəyik. Bəli. Məsəl üçün, Naxçıvan Respublikasında, Naxçıvan Muxtar Respublikasında hansı bulaqlar? Silar, Vayxır, Badanlı, Darıda. Gəldik bu tərəfə. Kəlbəcərdə Turşsu, Şırlan, İsa. Götürdük Kəlbəcərin özündə İstisu. Düzdür? Laçında Nardanlı. Bu bulaqlar. Bəli. Tutqun, Minkən. Bəli. İndi ümumi Qarabağ zonasının. Burada ikisi də var. Soyuq iqlim tipində yerləşirlər. Bu ümumi cəhətdir da. Tip olaraq ikisi də soyuq iqlimdir. Bax, orada verilənlər. Amma yarım tip olaraq biri yay quraq keçəndir, biri qışı quraq. Qışı daha quraq keçir. Qışı daha quraq keçirsə? Bəli. Biri fərqləndirmək istəmirdi. Bax, bu doğru. Soyuq iqlim tipində yerləşir. Burada ikisi də soyuq iqlim. Biri 2-dən fərqləndirən istəyir. Hə. Soyuq iqlim tipində yerləşir. İkisi də soyuq iqlim tipidir. Bax, 2 ilə 4 eyni şeydir da. Dəyişən bir şey yoxdur. Düzdür? Bu ortaq cəhətdir. Kiçik Qafqaz təbii vilayətində yerləşir. Bax, indi burada müəllimlər. Vilayət deyir bizə. Qarabağ. Desək ki, Kiçik Qafqaz tektonik qalxmasında yerləşir, onda ikisi də ortaq cəhət. Amma vilayət gelirsə, bax, ayrıldı. Şu, avtomatik şəkildə sən deyirsən ki, bu bir dənə birə aid edilir. Bəs salam. Orada da sən götürərsən 3, bir də 5. D variantı. Əla. Sonra, gəlsin, münaqişəli qaldığımız sual 55. Ön Asiyada yerləşən bir dənə biz Böyük Qafqazı götürürük, vilayət kimi. Ön Asiya. Ön Asiya hissəsində, bəli. İndi baxaq, nə deyir 55-də? Sizə yazmışam onu. Aşağıdakı Milli Parkın xəritə sxemi verilmiş təbii vilayətin hansı fiziki coğrafi rayonu ərazisində yerləşdiyini müəyyən edin. Şahdağ Milli Parkının xəritə sxemində verilmiş təbii vilayətin hansı fiziki coğrafi rayonların ərazisində yerləşdiyini müəyyən edin. Müəllim, bax, Şahdağ 7 dənə rayonda yerləşir. 7 dənə rayonumuz hansıdır? Bax, bu hissədən götürdükdə 1, 2, 4. bəli. Bax, bu hissədən başlayır. Oğuz Qəbələ ərazisi. Gəlsən İsmailliyə. İsmailliyə gəldikdən sonra İsmailli ilə Şamaxı arasında bir çıqqılı ərazi olaraq Ağsu düşür. Ağsu, keçdin Şamaxı, Quba, Qusar qayıtdın. 7 dənə əsasən ərazidə yerləşir. İndi sən burada bir baxırsan Qonaqkənd fiziki coğrafi rayonuna. Bu hissədə. Sonra burada baxırsan
Şəki Zaqatala iqtisadi fiziki coğrafi rayonunda. Bax, Şəki Zaqatala. Bəli, burada da baxırsan 4-də Dağlıq Şirvan fiziki coğrafi rayonu, Böyük Qafqazın Dağlıq Şirvan. Və salam. İndi sən orada nə yerləşəcək? 1, 2, 4. Bu 4-ündə də yerləşir. Aydındır, Şamaxıdır, Ağsudur, bu hissələr düşür Dağlıq Şirvana. Əsasən yuxarı hissələrə. Və salam. Çətinlik var. Çıx. 1, 2, 4. Belə götmüşdüm müəllim. Hansı variantı? B variantı. Belə götməmişdir. C götürmüş. D. C. C. 1, 2, 3. Müəllim, 3 çox aşağı gedir. 3, bax. Bu hissə çox aşağıdadır. Yəni şah da dağlıq hissənin fauna və florasının qorunmasında geniş yayılıbdır. Nasıl olur? Aydındır. Sonra nə var orada? Gəlsin. Var 62 kimi. Cədvələ əsasən Azərbaycan təbii vilayətlərlə bağlı uyğun fikirləri müəyyən edin. Bax, yenə təbii vilayətlərlə deyir. Yəni, tektonik zonalardan diqqət eləmək lazımdır. Yəni, bizi əsasən çaşdıracaq çox güman ki, tektonik zonaydı. Palçıq vulkanların əksəriyyəti Böyük Qafqaz vilayətindədir. Abşerona görə. Bəli, Qobustan Abşerona görə əksəriyyət buradadır. Amma digər hansı vilayətdə palçıq vulkanları yerləşə bilər? Kürdə, Cənub-Şərqi Şirvan ərazisində. Bəli, bu hissədə də palçıq vulkanlarına rast gəlir. Amma əksəriyyəti deyilsə Qobustan Abşeron. Qobustan Abşeronda olmasını məntiqi olaraq nəyə əlaqələndirə bilərik? Əsasən palçıq vulkanları, bəli, neft-qaz sahələri. Qobustan Abşeronda bu daha çox özünü göstərir. Orta Araz vilayətinin ərazisinin 60%-dən çoxu 1000 metrdən yüksəkdə yerləşir. Düzdür. Fikir edin. Məncə düzdür. Bəli, bu fikir də doğrudur. Əsasən dağlıq hissə yerləşir, yuxarı hissəsi 1000 metrdən yuxarı hissələrdir. Lənkəran vilayətinin illik yağıntı miqdarı 400-1800 mm arasında dəyişir və onun 80%-in ilin isti dövründə düşür. İlin isti dövrü niyə? Qışda düşür. Əslində fikir doğrudur. 400-1800 arasında qalxır bu proses. Yəni 1400-ün üstündədir da. Amma gəlir sənə isti dövr deyir. Bu əsasən qış aylarındadır. Qışı yayı quraq keçən mülayim istiqdir. Lənkəran ərazisi. Hətta burada belə bir şey deyəcək. Deyir ki, Lənkəran ərazisindən çox yağıntı düşməsinə baxmayaraq, yayda suvarmaya ehtiyacın olması nə ilə əlaqədardır? Fikri. Çünki yağıntılar qışda düşür. Və bu fikir özünü doğruluyor. Yaxşı, yağıntılar qış aylarındadır. Təbii ki, 3 səhv olacaq. Doğrunun altından 1-2 doğru, uyğundur. Kiçik Qafqaz vilayətinin ən uca zirvəsi Murovdağ silsiləsində yerləşən Camışdağ zirvəsidir. Burada vilayət olduğuna görə sənə artıq şey demirsə, tektonik zona demirsə, sən doğru götürürsən. Amma tektonik zona deyəndə qapıcığı götürərsən, bəli. Növbəti, Kür kökənli vilayətində, yəni səhvdir, səhvin altından, səhvi götürəndə biz uyğunluq götürmüş olduq. Yanlış altından yanlış, uyğunluq. 1, 2, 4 doğru cavabdır. Kür kökənli vilayətində yalnız çaydərə, axmaz mənşəli göllər mövcuddur. Bəli, baxın, yalnız Acınohor tektonik mənşəlidir, bəli. Bax, Acınohor gölü, tektonik mənşəlidir. Yaxşı. Göl Gəncədə yerləşir. Məsəl üçün. Bəli. Göl Gəncədir. Hə, o Gəncə fiziki olar, böyle, doğru düşmür. Kəpəl dağın uçması, dağlıq ərazi deyirsə, Gəncəyə götürürsən. Burada bir dənə də Candar göl var. Bu da həm axmaz, həm də tektonik götürülür. Onu da Candar gölü verə bilərsən. Sərhəddə yerləşsə də bir hissəsi Ceyran gölündür. Ceyran gölü də düşür. Kür vilayətinə düşür deyə götürürsən. Aydındır. Cavab şey oldu.
Bəli, 1, 2, 4. 5 mənim. Səhvin altında 5 səhvdir. 4 düz Doğruda şey. doğru, Hə, yanlışda yanlış. Hə, 5. 1, 2, 5. Çünki orada yanlış yanlışdır. Bəli, yanlışın altından yanlış uyğundur. Camışlar zirvəsi doğrudur. Yəni vilayət dedikdə doğrudur. Amma tektonik vilayət dedikdə tektonik vilayət. Onda dedik ki, qapıcıqdır. Yaxşı, qapıcıq da biz nəyə görə fərqləndirirdik qapıcıqla bağlı prosesləri? Dağ yuxarıdan keçir. Dağ yuxarıdan. Bir dağ tundra yuxarıdan keçir. Kiçik Qafqazın yeganə qar xətti ilə yerləşdiyi şeydir. Kiçik Qafqaz Tektonik. tektonik zonasında yerləşən, bəli, yeganə qar xəttinin formalaşdığı ərazidir. Eyni zamanda Sərhəddə yerləşir. onu indi digərlərinə də demək olar, başqa şeylər də var. Aha. Başqa günəş radiasiyasının ən yüksək Azərbaycanda müşahidə edildiyi yerdir. Yaxşı, 155-160 kilokalori günəş radiasiyası müşahidə edilir həmən hissədə. Vəssalam. Günəş radiasiyasının ən çox müşahidə olunduğu, yəni günəşin saatlarının sözüdür, yoxsa nədir? Günəş radiasiyası kilokalori ilə verilirdi. Bir var ki, günəş udulur, temperatura çevrilir. Bir də var ki, günəşin ora böyük bucaqlarından düşmə prosesi. Deyirik ki, dağın zirvə yaxındır zirvəyə. Günəş düşür, amma əks etdirmə çox deyə udula bilmədiyinə görə temperatur aşağı olur. Temperatur aşağı ola bilər, amma ora gələn ümumi günəş radiasiyasının kilokalorisi çoxdur. Saatlı miqdarında tamam başqa anlayışdır. Saatın miqdarı deyildir. Eynidir. Yüksəkdir, eyni gedir olar. Sonra, yəni ki, saat miqdarı da yüksəkdir, eyni zamanda günəşli radiasiyası da Amma yüksəkdir. eyni fikir deyildi, onlar deyirsiniz. Onu soruşmaq istəyirəm. Fikir olaraq yox da, günəşli saatlar. Ümumi şəkildə sənin bu ərazində günəşli saatların miqdarı nə vaxtdır? Yəni ki, isti günlərin miqdarı nə vaxtdır? Söhbətlidir o. Bulutsuz. Bəli. Orada yenə yüksəkdə, yenə zirvə olduğuna görə bulutsuz ərazidir axı. Günəşli saatların miqdarı da avtomatik yenə yüksək olur. Aydındır, orta dağlıqda nə olacaq? Az, aşağı səviyyədə. Məsələn, Lənkəran ovalına baxırsan, günəşli saatların miqdarı da azdır, günəş radiasiyası miqdarı da azdır. Niyə? Ən rütubətli yerdir. Bulutluluq çox oldu, radiasiya da aşağı düşür, saatlılıq da aşağı düşür. Vəssalam. Sonra, məsəl üçün o günəşli saat deyir də, bulut varsa, günəşi sən normal görə bilmirsənsə, sən ona günəşli saatlar verə bilmirsən. Amma radiasiya deyə bilər. Radiasiya da aşağı olacaq da o zaman. Eyni prosesdir. Sonra nə var? Gəlsin, heç nə qalmasın. Qaranlıq nə qalıbsa, bu çox maraqlıdır. Bu niyə belirləyirlər ki? Lənkəran vilayəti müəllim, onda biz talış Siz vilayəti. aşağı basanda orada klaviatura gəlir, search yeri yazılır. Klaviatura oradadır deyil, onu soruşmaq lazım. Bu tərəflərdə klaviatura. Bunu hərəkət eləməsin istəyirsiniz. Bunu Çıxar bunu lazımdır. Mənim telefondan ora göndərin siz. Yansıtma. Rabochi stola göndərin telefondan həmin materialı. və belə yaxşıdır. Problem yoxdur, işləmək olur. Testə Testi deyirsiniz. Bəli, orada Testi belə- tapa bilmədim də, testi göndərə bilirəm. Telefondan göndərin. Burada harda tapdınız müəllim? Telefonu bayaq tapdım, Burada telefon harda boşum. tapdınız? Burada harda tapdınız? Burada bulaq xəritələri, Yox, güvəni, harda tapdınız? Papqanın içində. bunu papkaya Novel Lloyd'un içinə atdım, yüklənənlərin içinə. İşləməyər. Onlar bir dənə nəsə yaradıb ata bilərsiniz, təkcə bir dənə. Onu deyirəm, yəni Papqa yaradın, bir dənə ora atın, oradan tapın. Adını da qoyun papqa. Güvən orada güvən baxın. yazın. o Hə. şəkildə. Onu eləyəcəm, sadəcə vaxt getməsin deyə Hə, vaxtımız təkcə çox. İndi də eləyə bilərsən, yəni o 105 şey. Sabahlarım tez gəlir, onu eləyəcəm. Gəldim, axtarış elədim, qoşdum elədim, bəzi şeylər göndərdim, bəzi şeylər qaldı. Əsas materialı papkada saxlayıb sonra istifadə axtarılmaz. Hə, eləyəcəm. Zaten oraya yükləyəcəm, gələn kimi eləyəcəm. Sabahlarım indi eləyəcəm. Sonra nə var müəllimlər? Yəni bu talış vilayətini biz ön Asiya kimi hansı ərazisi düşür? Yox, Ön Asiya, Ancaq bir dənə Böyük Qafqaz. Bəli. Ön Qafqaz hissəsində. Böyük Qafqazın da müəyyən hissəsini götürürsən. Sonra Sonra nə var? Yox. Yoxdur. Aynur, keçək dünya ilə bağlı sənin testlərdən.
Fiziki coğrafi rayonları dimdən işləməmisiniz. İşləmək edirəm. İşləmişsiniz dimdən. Səhvim yox. Səhv yoxdur. Neçədən test idi var? Bilmirəm. Tam işləməmişim, amma işləmişdim. İşləmişdiniz. Yaxşı. Biz baxaq dünyaya. İndi şirkətdə etkiyə məcbur qalırsan, danışırsan, olmur, danışmırsan olmur. Baxaq görək. Yaxşı, deyən müəllim. Alırsınız müəllim orada, tanış etdim. Hə. Müəllim, orada kimin, neçənci testi o? Neçənci ilin testidir? 25 deyəlimdəki. Bəli, Mövzu nədir? biosfer. Səhifə 318. Bunu işləmirsən, çox səhvin çıxmayır. Yox, elə çox səhvim yox. Yoxsa ki, bəzi şeylər yadında gərək saxlayın. O mülayim mənsub tropikin təbii zonalarında. Səhifə 318-də. Sən sonradan işlədin bunu. Necə? Testi sonradan işləmirsən, yoxsa gəlməmişdin dərsən? Yox, gəlməmiş. Gəlməyib də, Aynur. Xeyli dərsdir ki, normal qoşulmur. Dörd-beş nəfər var ki, deyirsən, normal nəticə göstərəcək, onlar da ilin axırı başlayır. Qalsın belə. Aynur səhifə neçə dedin? 318. Bəli. Denən. 117. 117-ci sual. Baxa, orta çoxillik iqlim göstərisinə əsasən ərazilərdə yaranan təbii kompleksləri müəyyən edin. İlkin növbədə müəllimlər, temperatur, illik yağıntı, buxarlanma qabiliyyəti verilibdir. Yəni, ortalama biz baxsaq, bax, birinci hissədə 15 dərəcə temperatur verir orta illiyi. 400 yağıntıdır, 1400 millimetrdə buxarlanma qabiliyyətidir. Yəni sən onu böləndə 14-də 4 qalır, o da 7-də 2. Yəni bu hardasa gəlir nəyə düşəcək? Yarım səhraya. Düzdür? Aynen. Yarım səhralara uyğun gələcək. Bu əsasən daha çox özünü göstərir subtropikdə zadda. Subtropikin yarım səhralarında. Bax, fikir versən. Çünki orta illik temperatura baxırsan, məsələn, tropikdə daha çox səhralardır da. Mülayimə çox gedə bilməz. Mülayimə çox getsə, orta illiyi daha aşağı düşə bilər. Tropikin özündə ola bilməz. Çünki tropikin özündə olsa, orta illik mütləq şəkildə 20-nin üstündə olacaq. Sən 15 versə, demək ki, bu keçiddə, subtropikdə yerləşir. İndi savanna verib olmaz. Savanna o qədər ola bilərmi? Temperatur, orta illik temperatur. 20-nin üstündədir. Yarım səhra verəcək. Bax, 1. Yarım səhra. Gödyarpaqlı meşə verə bilərmi? Buyur. Gödyarpaqlı meşə verə bilərmi? Aynı burada. Yox, müəllim. Yox. Daha yuxarı əksinə olur. Bəli, orada yağıntı daha çox olur. Yağıntı harca biz 800-900 arasında kimi qalxmalıdır. Düzdür? Yəni yağıntı buxarlanmadan çox olmalıdır da, yəni. Çox olmur. Onu Rüsubətləmə yaxmır. əmsalı. Əmsal. 0.5 Gəlir, arasında. 0.5-dən 1 arasında. 0.5-in üstündə qalır. 0.6-1 aralığında. Yarım səhradan götürürük birinci. İkinciyə bax, temperatur 25 dərəcə. Yəni ortalama 25 dərəcədədir. 1150 mm yağıntıdır, 1500 mm buxarlanma qabiliyyətidir. İndi fikir ver burada. Temperatur yüksəkdir. Yağıntısı da xeyli var. Buxarlanma qabiliyyəti də xeyli var. Yəni bu nəyə uyğun gələ bilər? Mülayimi savanna seyrəyidir. Bəli, mülayimi yox. Ümumiyyətlə savanna seyrək meşələrdir. Subekvatorial. Niyə subekvatorial? Bəzən deyirlər ki, müəllim,
Subekvatorialda birdən yüksək deyil. Birdən yüksək hansı ərazilərdir? Dəyişkəndə ekvatorial var, tropik Bəli. hava. Məsələn, dəyişkən rütubətli meşələri birdən yüksəkdir. Amma savanna seyrək meşələri deyirsə, burada birin altında ola bilir. Ən əsasən də o bilirsən harda olur? Birin üstündə, savannalarda. Sən baxırsan ki, bu savanna okean sahilinə yaxındır. Orada isti cəryan keçir. Orada subekvatorialın rütubətini qaldırır, dəyişkən rütubətli meşəyə çevrilir. Həmən elə olanda subekvatorialda görürsən ki, yağıntı buxarlanma qabiliyyətindən üst səviyyəyə qalxa bilir. Amma belə halda birə yaxınlaşır, amma tam bir deyil. Aydındır? Subekvatorialda olmağı mən biraz zor şeydir. Aha. Savan. Subekvatorialda olmağı savanna subekvatorialdadır, o heç. Sadəcə birin altında olmaz sənin. Savanna ancaq subekvatorialdaydı. Savanna ancaq subekvatorialdadır. Savanna əsas subekvatorialdadır. Amma savanna tropikdə də var. Bax, Afrikanın tropiklərində savannalara rast gəlirik. Eyni zamanda Avustraliyada rast gəlirik. Və bir dənə ərazi var ki, hətta subtropikdə də rast gəlirsən. Baba, bu hissədə. Subtropikdə də sən savannalara rast gəlirsən. Baba, bu hissədə rast gəlirsən. Bax, qoy ki, şey ötürür. Bilməm söyle. Bax, hətta savanna əsasən subekvatorialdadır. Avustraliyada subtropikdə də var. Yaxşı, tropikdə, Avustraliyada tropikdə də var, subtropikdə də var. Aralıq dənizində də gələ bilir şeydir, kontinentaldadır. Yaxşı, bəli, bir dənə bu Avustraliya üçün xastır. Bu tərəfdə yoxdur, ancaq qərbdə, bu tərəfdə yoxdur, şərq tərəfdə yoxdur Avustraliyanın. Bu tərəfdə yox. Burada dəyişkən rütubətli meşələrdir, çünki şərq hissədən sey keçir, cəryan keçir. Subtropikin bol rütubətlisini yaradır da. Bol rütubətli, bərabər rütubətlini. Bəli, savanna seyrək meşələr. İndi bax, orada ortaillik -8-dir. Yağıntı 350 mm-dir. Üstə gəldə, buxarlanma qabiliyyəti isə 250-dir. Təbii ki, bu nə olacaq? Tundra. Sən bunu götürüb Arktikə verənməzsən, çünki Arktikin yağıntısı 150-200 mm, ondan yuxarı qalmır. 350 mm yağıntı verirsə, demək bu mülayimlə Arktik arasındadır, subarktik. Subarktikdə də formalaşacaq tundra meşələr. Aydındır, sonra da var orada. Gəlsin. Sonra 127. 127-ci sual. Məsələdir. Yox, yox. Yenə bayaq şifasyon bir şey yox. Cədvəl əsasən məntəqənin yerləşdiyi təbii zonanı müəyyən edin. Ən soyuq ayın orta temperaturu, bax, ən soyuq ay 8 dərəcədir. Müsbətdə qalır. Ən isti ayın temperaturu 24 dərəcədir. İllik yağıntı miqdarı 820 mm-dir. İllik buxarlanma qabiliyyəti 1100 mm-dir. Yəni, dolayısıyla buxarlanma qabiliyyəti çoxsa, rütubətlənmə misalı birin aşağısındadırmı? Bəli. İndi baxın, gödyarpaqlı həmişəyaşıl meşə və kolluqlar verə bilər? Təbii ki, verər. İndi bunun niyə olduğunu, digərlərinin niyə olmadığına baxacaq. Həmişəyaşıl rütubətli ekvatorial meşələrdə 820 mm yağıntı düşə bilər aynen. 2000-3000 arasındadır. Buxarlanma qabiliyyətdə 1100-də qala bilməz. Düzdür? Sonra digər buna baxın, tayqa və qarışıq meşələr. Tayqalar kontinentalda yerləşir. Tayqanın yağıntısı bu, bax, bu hissədə, mülayimin kontinentalında, bax, bu hissədə, istər bu hissədə. Bu hissələrdə hələ onun yağıntısı maksimum 600 mm-dir. Maksimum. Tamamilə bu hissəyə keçdikdə kəskin kontinentalında lap aşağı düşür yağıntı. Zaten tayqa iynəyarpaqlı meşə, quraq meşə olaraq özünü göstərir. Bəli, ona görə sən tayqanı verənməzsən. Savanna seyrək meşələri 820 mm qətiyyən yağıntı vermək qabiliyyəti yoxdur. İkinci tərəfdən də qışı
8 dərəcəyə düşə bilər. Qışda ki bir bura tropik gəlir. Tropik gələn yer qışda 8 dərəcəyə düşə bilərmi? Yox. Getdi. Sonra tundra və meşə tundra. Tundra və meşə tundra qışı mənfiyə düşür. Bu müsbətdə saxlayır. Bir dənə nə qalır? Qışda mülayim gəlir buna. Yağıntı düşdüyünə görə temperatur mənfiyə düşməyə qoymur əsasən. Ortalama 5 dərəcənin üstündə idi. Əsasən biz deyirik 0-ın üstündə idi. Subtropikin zodiaqlı meşə. Subtropikin zodiaqlı meşə və kolluqları. Hansı iqlim tipində yerləşir o? Subtropikin hansı tipidir aynı? Aralıq dənizin tipi. Bəli. Bax fikir verin burada hissəyə baxmışdıq. Kaliforniya ştatı, Meksikada az bir hissədə. Bax buranı, qoy buranı yaxınlaşdıraq. Baxın, diqqət edin. Bax, bu xırdalıqları deyirik. Kaliforniya yarımadasının çox cüzi hissəsində. Amma Kaliforniya ştatını əhatə edir, subtropik aralıq dənizi. Sonra burada bax, görürsünüz buranı. Bu hissədə Çilinin Santiago şəhərini subtropikin aralıq dənizinə verirdik. Görürsünüz, amma digər yerləri, bax, aşağı sərhədləri, səhraya verirdik. Bəli. Və sonra, aynı qaranlıq bir şey qaldı. Sadəcə biraz diqqət edib, bir-birindən fərqləndirmək lazımdır. Sonra, Bir də 135. 135. İqlim diaqramına uyğun olanları müəyyən edin. Qonur meşə torpaqları. Birinci növbədə sən nəyə diqqət eləməlisən? Bunun qış ayı mənfiyə düşməyib. Yay ayı 20-yə yaxınlaşır və yağıntı bərabər paylanıb. Düzdür? Yağıntı bərabərdir. Bax, bunun yağıntısını az görmək lazım deyil. Bunun yağıntısı artıq 809 mm var. Bax, 12 aydır, aynı görürsən oralı. Ən azı 50 mm var. Demək, ən azı 600 mm var. Və görür ki, o üstə qalxan hissələrdə 600 keçir. Hadisə bir 809 mm çatır. Harada keçir 600? Bu xətti 350-yə də verir yağıntını. Nə 350-yə kim verir? Siz Aynı, diaqramlara fikir ver. Görsən diaqramları. Bax, bir dama görsən, ən azı 50 mm görsənir. Mən onu gördüm. Gördün? 12,50 mm olsa 600 verəcək. Orada da 50 mm-dən çox olan 100 mm çatan hissələr var. Ümumi toplasan təqribi bu 800 üstündə qalxacaq. 800 üstü yağıntı. Çox ayları bərabər yağıntıdır. Sarı xətt verib, ona baxıram. Yox, sarı xətt temperaturumsa. Hə. Bax, çox ayları bərabər rütubətli. Bir dənə demişdim, yay aylarında orada isti cəryanlar daha da aktivləşir. Yağıntı biraz da qaldırır. Bax, görürsünüz. Amma demək olar ki, bərabər şəkildədir da. Qış ayları çox mənfiyə düşmür. Çünki yağıntı var. Yay ayları da çox müsbətə qalxmır. Yenə yağıntı var. Sərin hava şəraiti yaradır. Və təbii ki, mülayimdir. Mülayimdə də orada yağıntı düşən hissədə həddindən artıq temperatur müşahidə edilə bilməz. Onda bu nədir? Mülayimin dənizi. Aynı. Sənə iqlimdə problem var, gəlməmişsən deyə. Diaqramın mətə başa düşürəm. Bəli. İndi, baxın müəllimlər. Mülayimin dənizi ilə bağlı bəzi xüsusiyyətləri burada sadalayaq, ona görə gedək. Bax, burada demişdim, Alyaska isti cəryanın təsiri ilə mülayimin dənizi var. Bax, ABŞ hissəsində. Sonra, burada da isti cəryanın təsiri ilə burada qoymurdu ki, mülayimin musson tipi yaransın. Məsələn, burada mülayimin mussonu yaranırdı. Burada mülayimin dənizi yaranırdı onun yerində. Düzdür? Bəli. Sonra bax, mülayimin dənizi. Sonra keçdik bu hissəyə. Mülayimin dənizinin o tərəflərə baxdıq və cənubda baxırıq. Bax, cənubda Yeni Zelandiyanın cənubu, Tasmaniya adasının cənubu. Avstraliya ölkəsi deyəndə mülayim dəniz var. Avstraliya ölkəsi. Avstraliya qitəsi deyəndə mülayim dəniz var, amma Avstraliya materiki deyəndə mülayim yoxdur. Bəli. Bax, fikir verin. Və salam. İndi fikir verin burada. Avstraliya ölkəsində mülayim dəniz hara düşür? Hansı? Avstraliya ölkəsində mülayim dəniz hara düşür? Avstraliya ölkəsi deyirsə mülayim dəniz var. Hara düşür? Deyil də Tasman adasına.
Tasman olundur ha. Yaxşı müəllim. İndi mülayim dənizdə bir-iki rütubəti var. Burada nə meşələr olacaq? Enli yarpaqlı. Enli yarpaqlı meşələrin torpağı qonur meşə. Bəli. Baxın indi orada qonur meşə torpaqlar üstünlük təşkil edir. Bir. Rütubətlanma əmsalı vahiddən kiçikdir, böyükdür. Bəli. Düz radiasiya miqdarı daha çoxdur, səpələnmə miqdarı çoxdur. Kserofit bitkilər, Yox. Yox, Hidrofit. hidrofitlər. Hidrofit rütubətli daha çox, mezofit orta, məsəl üçün subtropikdə göz yarpaqlı meşə və kolluqlar, mezofitlərə uyğun gəlir. Kserofitlər səhralıqlar, bura ərazilər. Çaylardan suvarmada əsasən istifadə olunmur. Əsasən istifadə olunmur fikri. Doğrudurmu? Bəli. Bəli. Yanlış. İl boyu yağıntı düşür axı. Hələ sonra. Əsasən istifadə olunmur məsələsi heç istifadə olunmur demək deyil. Məsələn, sən bir var ki, Üstünü təşkil eləmir də yəni. bəli, bir var ki, əkinçilik sahəsində hər gün suvarmadan istifadə edirsən, bir də var ki, həftədə 2 dəfə istifadə edirsən. Yəni, bu əsasən istifadə olunmura gəlir. Yaxşı, bəli. Sonra, üzvü aşınma intensivdir, yağıntının düşdüyü yerdə. Həm kimyəvi, həm üzvü. Çünki yağıntı düşən yerdə canlı aləm üstün, canlı aləmin apardığı aşınmada üzvü aşınmadır. Və sonra bu qədər. Çətinlik var burada. Əla. Sonra nə var? Mən dəmiyəçinciliyi orada yüksəkdir. Dəmiyəçinciliyi bəli, yüksək. Onda dəmiyəçinciliyi ancaq dağ ərazidə olmurdu. Bax, dəmiyəçinciliyi bizim kimi proseslərdə dağ ətəyi və orta dağlıq. Dağlıq ərazi, məsələn, yüksək dağlıq deyirlər, yüksək dağlıqda dəmiyəçinciliyi olmur. Dağ ətəyi, alçaq dağlıq, orta dağlıqda dəmiyəçinciliyi inkişaf edir. Amma bəzi ərazilər var ki, rütubət bol olduğuna görə daha çox dəmiyəçinciliyi inkişaf etdirilir. Aydındır? Yəni, bəzən belə sual düşə bilər. Düzən ərazilərdə dəmiyəçinciliyi inkişaf etdirilir. Mən qabaq düşmüşdüm. Bol rütubətli ərazilər. Məsələn, inkişaf etdirildiyi yer deyil, ekvatoriyalı götürərsiniz. Ekvatorialda əkinçiliyi o səviyyədə deyil. Çünki onu mümkün deyil. Aydındır. Yəni, mən yağış yağır da 2 gündən bir ən az yağış yağırsa, mənim orada suvarmaya nə ehtiyacı var ki? Biz indi, mən yaşadığım bölgə, Qəbələ zonası, biz gedirik orta dağlığa yaxın. Bizdə də suvarma prosesi aparılır. Amma məsəl üçün bol rütubətli, bərabər rütubətli, mülayim istiqlim, bol rütubətli soyuqda yaşayırıq da, düzdür. İndi biz daha çox bərabər rütubətli, mülayim istiqlimə düşürük. Demək olar ki, yağıntı düşür. Məsəl üçün bizdə həddindən çox suvarma istifadə olunmur. Məsələn, həftədə 2 dəfə suvarma olar, olmaz. Bəzən bir həftə suvarma olmur. Məsəl üçün. O da həddindən çox görsən istidir, onda suvarma edirlər ki, quruma getməsin. Söhbət taxıl bitkilərindən gedir. Taxıl bitkilər olsun, tərəvəz bitkilər olsun, fərq eləmir. Yaxşı, taxıl bitkiləri heç görsən ki, çox suvarmadır, tələb eləmir. Biz tərəfdən məsələn, oktyabrda əkdir, bir də iyulda gedib biçirlər. Sizdə hara idi? Deyirik. Lerik zonası. Məsələn, lerik rütubətlidir da. Ona görə də görsən, çox istifadə edilmir suvarmada. Amma Lənkəran zonasına baxsan, artıq yayı quraqdır. Məcbur şəkildə istifadə etməlidir. Yəni, bərabər şəkildə düşürsə, illik yağıntı düşürsə, buna ehtiyac yoxdur. Aydın tam aydındır, qaranlıq qalan bir şey yoxdur. Davam elə. Yox, müəllim, bunun üstə kitabın üstündə işləmişdim. Baxanda yadıma düşür hansılarda səhvim var idi. Yoxdur da, bildik. Alimi. Yox, yəni səhvlərim olduqca baxıb düzəltmişəm də. Bir şeydir, necə deyim, gələk... Digərsiz. Hədi, yəni yaddan çıxan səhvlərdir. Gələk oxuyum ki, yaddan Elə varsa, ver, baxaq bir ikisinə. O müzakirədə yadında qala bilər də. Hə, 141 idi. 141. Savanna seyrək meşələr, göz yarpaqlı meşə və kolluqlar. Aynur, savanna seyrək meşə dedik, əsasən harada formalaşır? Subekvatorialda. Amma tropikdə də yayılır. Amma bir ərazi var ki, dedik ki, o materikdə hətta subtropikdə də yayılır. Hansı materik? Avustraliyada, bəli. Yayı quraq, qışı rütubətli keçir. Yayı quraqdırsa, göz yarpaqlı meşə və kolluq. Niyə yayda tropik gəlir? Düzdür? Bəli. Yayı quraq, qışı rütubətli keçir. Bunu veririk hara?
subtropikə. Bəli. Bax fikir verin, subtropik. Bax bayaqları müəllif gəlməmişdim, bunu deyirdim. Kaliforniya yarımadasının şimalında az hissə, 3%'lik hissə deyir. Amma Kaliforniya ştatını geniş şəkildə əhatə edir. Görürsən? Subtropik. Bəli, subtropikin aralıq dənizdir. Fikir verirsən? Sonra, burada bəzi xırdalıqlara toxunmuşduq. Bax, subtropikin aralıq dənizi. Görürsünüz, dənizin içinə kimi gedir və əhatə edir. Bax, bir dənə burada Tunis bölgəsi, Əlcəzair, Mərakeşin yuxarı hissələrini əhatə edir. Alt dağları bu hissəyə düşür. Eyni zamanda bu hissəyə fikir verin. Bu harandır? Misirin. Misirin çox cüzi hissəsində yerləşir. Az hissəsi. Bax, subtropik sonra burada ondan sonra yəni ümumi şəkildə Yaponiyada o da. nədir? Bəli, Yaponiya adalarından sonra hissədə dənizin iki aralıq dəniz olaraq bilinir. Sadəcə ora çox gəlmir deyə baxılmır. Bax, burada bir hissə var. Bax, fikir verin, demişdim ha, xırdalıq. Çox qisim şəkildə, bax, az qisim. Subtropikin aralıq dənizində çox cüzi şəkildə bu hissə yerləşir. Mən onu deyirdim də, bəs bayaqları ki, orada da var. O deyirdin. Hə, dedim, Astara Qərbdə Bunu bir də o bunu hissədə xırdalıq olaraq bərabər demişdi ya, rütubət xırdalıq gələn- olaraq. Demişdim, buradadır əsas, amma burada Hə. da çox cüzi şəkildə yerləşir. Yaxşı, bu xırdalıqdır. Məsələn, yayılıqdır. Amma əsasən sözü dedi, sən deyəsən, cənub-qərbi. Onun cənub tərəfi nədir? Yəni, bu cənub tərəfinə düşürsün. Bunun cənub-şərqi. Cənub-şərqi bol rütubətlidir da mənim. İsti cəryanın təsiri ilə bol rütubətli. Yaxşı, bərabər rütubətli, subtropik iqlim deyilik. Bol rütubətli də deyilik. Yəni, o il ərzində bərabər faydalanında bol rütubətlərin əksəriyyəti. Bax, fikir ver, hələ bu Tasmaniya adasının sonra, bax, fikir ver, Yeni Zelandiyanın şimalında bunu göstərir. Eyni zamanda, bax, bu hissədə də gördüyümüz kimi Laplato olanlar ərazisi. Əsasən bunu göstərir. Yaxşı, aydın olmayan bir şey var. Aynen. Sonra, qışı quraq, yayı rütubətli keçir. Qışı quraq keçirsə, qışda bura tropik gəlir. Qışda tropik hansına gəlir? Subekvatorial, savanda seyrək meşə. Əslində bu ortaqdır. Yəni, yox, qışı quraq keçirsə ortaq ola bilməz. Hə, bu gedir savanda və seyrək meşələrə. Amma məsəl üçün, yox, bu başqa. Qırmızı qolun torpaqları sərgəvidir. Qırmızı qolun harada olar? Savanda. Savanda, bəli. Məsələn, göl yarpaqlı, meşə və kolluqları sarı torpaqlardır əsasən və qəhvəyi torpaqlar. Sarı torpaqlar onun dəyişkən rütubətlisindədir. Məsələn, Lənkəran dəyişkən rütubətli meşədir. Niyə? Səbəb nədir Lənkəran dəyişkən rütubətli meşə olduğunu? Dışda bol yağmur qalır, yağmur. Bəli, dışda bol yağıntı alır, yayı quraqdır. Dəyişkən rütubətli, dəyişir. Dəyişkən rütubətli o demək deyil, qışda, məsəl üçün bu, qışda yağıntı alır, yayda yağıntı almışsa dəyişkən rütubətli. Bir-birinə nəzərlə, məsəl üçün, subtropikin rütubətlisi də dəyişkən rütubətlidir. Çünki yay ayları bunda 30-un üstündədir, qış ayları 20-də, düzdür. Nə qədər olmasa rütubət fərqi olacaq? Bəli, avtomatik dəyişkən rütubətli. Dəyişkən rütubətli meşələrin əsas torpağı qonur. O da qonurdur. Eyni yarpaqlıda da onda da. Sarı da üzə çıxır. Məsələn, qonur sarı deyirsən, məsələn, orada alüminyum oksid, dəmir oksidı çıxır üzə, ona görə verirsən. Məsələn, şuna, bu hissədə laplar olan orada. Qonur sarı görə bilirsən. Və yaxud, burada köllərin də yayılmasına görə bir də içəri hissəyə qara torpaqlar verirsən. O bu hissə. Aydındır. Sonra, Antarktida başqa bütün materiklərdə yayılmışdır. Bəli, Antarktidadan başqa bütün materikləri araşdırsaq, bunlar var. Burada belə bir sual var, coğrafi enlikdən asılı olmayan təbii komponent. Bəli, indi baxarım orada. Yaxşı. Sonra nə var burada? O hardadır, neçəli sual var? Həmin səhifədədir. 120? 128. 128. Orada nədir? Suxur götürməliyik, yəni belə bir şey olsun. Bəli, coğrafi enliklər. Coğrafi enliklər dedikdə, müəllimlər, günəşin düşmə bucağı. Orada rütubətlənmə prosesi, temperatur, bu şeylər təsir göstərir. Bax, bitki.
mütləq şəkildə verməlisən. Cöbətə. Temperatur mütləq. Sıxırdı da. İndi bəli, yağıntı var, torpaq var, bir dənə suxur qalır. Suxur nəyə görə? Məsələn, mən suxurlardan danışıram, suxurun üç növündən danışıram, düzdür? Suxurun formalaşması üçün mütləq nə lazımdır? Əsas növbədə endogen qüvvə. Biraz da xarici qüvvənin parçalanması lazımdır. Məsələn, köçmə suxurlar xarici qüvvənin parçalanması nəticəsində yaranır. Düzdür? Amma onun sənə ümumi şəkildə deyəcək, coğrafi enlikdən asılı olmayan. Məsəl üçün, mən götürüb deyənmərəm ki, məsəl üçün, subekvatorialdır deyə burada köçmə suxur yayılmalıdır. Köçmə suxur demək olar hər yerdə özünü göstərir. Bir də Antarktidada donmuş vəziyyətdədir o proses. Bəli, qalan hər yerdə sən bütün iqlim qurşağında baxa bilər. Vəssalam. Aydındır, problem yoxdur ki. Sonra nə var? Elə 129. 129. Daha çox landşaft qurşağının mövcud olduğu dağlar qrupu. Hə. Birinci növbədə biz landşaft qurşağının mövcudluğunu nə ilə bağlamalıyıq? Bir hündürlüklə bağlamalıyıq. Bir də enliklə. Məsəl üçün, mən deyirəm Ant Kordilyerdə, Kordilyerin ən yüksək zirvəsi aynı. Aconcagua 60. Kordilyer. Makkinli. Makkinli digər adı ilə Denali. Denali. 6194. Magdonel Avustraliyada. Hə. Denali. Denali zirvəsi. Bax, bu hissəyə baxırsan, bu hissədə. Denali zirvəsinə sən baxanda bu subarktika düşür. Yəni, bunun qütbə yaxın olduğuna görə bunun çox hissəsi buz bağlayıb da, sən orada hansı qurşaqlıqdan danışa bilərsən. Düzdür? Məsəl üçün, buna nəzərən, bax, yüksəkliyi çoxdur, düzdür? Yəni, həmişə yüksəkliyə əsaslanmır söhbət məsələsidir bu. Onun yüksəkliyi çoxdur, amma gəl bizim Kap-Əldaha dağları. Bunların yüksəkliyi azdır. Amma gəl ki, Aconcagua nəzərən, Makkinliyə nəzərən daha çox landşaft qurşaqlığına malikdir. Zirvəyə doğru. Çünki temperaturu yüksək olduğu yerdədir. Etap yuxarı qalxdıqca temperatur aşağı düşdüyünə görə orada landşaft qurşaqlığı kəsin şəkildə fərqlənir və çoxluğu ilə seçiləcək. Aydındır. İndi Ural, Karpat, Kordilyer. Hansı getdi? Ural da getdi. Bəli. Sonra Himalay, Skandinaviya getdi. Appalaçı da götürə bilərik digərlərinə nəzərən. Kap, Pamir, Appalaç. Əslində Kap, Pamir, Appalaçı sən Skandinaviyaya görə verə bilərsən. Məsələn, Skandinaviyaya görə başqa variant olmasa Kap, Pamir, Appalaçı götürə bilərsən. Amma qaldı ki, digər variantlara onda qruplaşmağa baxmalısan. Tian Shan ən böyük. Bunun ətəyinə baxsaq yarım səhradan başlayır. Düzdür? Sonra Ant Qafqaz. Hündür ərazilər də Tian Shan, Ant Qafqaz. Aşağı hissələrinə baxsan, aşağı hissələri çox aşağıdan başlayır, köllərdən başlaya bilər, yarım səhralardan başlayan hissəsi var və zirvəyə kimi, qar xəttinə kimi bu formalaşır və ona görə də qurşaqlıq olaraq geniş şəkildə özünü göstərəcək. Nival, subnival da yerləşəcək. Aydındır. Mənim Qafqazın ən yüksək zirvəsi nə idi? 5642 idi, Elbrus. Elbrus. Mən Elbrus silsiləsi harada idi? Antarktida deyil. Elbrus silsiləsi. Yox. İranda. Qafqazın sol, cənubu, Xəzər dənizinin cənubu, daha doğrusu. Bu hissədə dəmavət nə qədər idi o zirvə? 5642 deyil. 10. 5600 Elbrus dedik. 42, 10 bəli. Bax, Elbrus. Rus deyirsə o zirvədir. Qafqaz dağlarının zirvəsi Rusiyaya. Elbrus deyirsə silsilədir. Ən böyüyü dəmavətdir. 5610 sönmüş vulkandır. Yaxşı. Bəs sonra Erebus və Terror. Sən deyim mənim, Antarktidadır. Vulkanlardır. Bəli, vulkanlardır. 33 kilometr. Bu Antarktida yarımadasının aşağı hissəsində yerləşir. Aralarında məsafə 33 kilometrdir. O da xəritədə yan-yana göstərir. Yaxşı. Aha. Şu. Bir dənə sual var idi. Deyir ki, hansı sönmüş vulkan fəaliyyətə keçsə, indiki fəaliyyəti olan vulkanlardan daha çox püskürər, məsələ bir şey var idi.
Yellowstone. Buradaydı. Yox, hadisə görmüşdüm. Yellowstone yoxsa Zelandiyada var. Yəni Yellowstone nə idi? Nətər deyir bir də. Deyir hansı fəaliyyətdə olmayan vulkan, yəni fəaliyyətə keçsə, Aha. yəni indiki fəaliyyətdə olan vulkanlardan daha çox. Yellowstone parkı değil. Hə. Park adıydı deyəsən. O Yellowstone şeydədir. Yeni Zelandiya. Chimborazo deyil. Chimborazo. Fəaliyyətdə olanlardan hündür olardı. Bəlkə Daha elə. çox, yəni dağıdıcı fəaliyyət olan. Chimborazo olar. Yəni o daha Daha çox çok dağıdıcını yanında değil. onu müəyyən etmək biraz çətindir dağıdıcı məsələsində. Orada ən hündür olardı məsələsi var. Ən hündür Chimborazo olar. 6200 10. belə deyək. 10 Chimborazodur Cənubi Amerikada. Onu ən hündürlə deyər. Hüllako. Bəli, hündürləşər, qalxar, aktivləşsə hə. Bu ekvatorun aşağısında. İndi orada məsəl üçün biz baxırıq ən yüksək Lülyaykodur, 6723. Aktivləşmə baş versə ən hündürə çevrilə bilər. Amma onu net şəkildə tam müəyyənləşdirmək deyil. Yəni hündürlüyünə görə hə, ən hündürə qalxa bilər. Ən aktiv hal-hazırda hündürlük hansı gelir? Ən hündür fəaliyyətdə olanı Lülyay. Çin ərazisi Lülyay. Sönmüşsə Chimborazo dedik. Sönmüşdə Chimborazodur ən hündürlük. Bəli. Afrikada isə Kenya. Afrikada Kenya. Kilimanjaro değil. Ən hündürü, yox, elə benim sönmüş soruşur. 5895. Kilimanjaro Elə benim 5890. sönmüş vulkan deyirsiniz. Orada Kenya deyil sönmüş. Kenya sönmüşdür ha. Öyle bilmiyorum. Bax, Kilimanjaro. Bax, Bir de Victoria görsünüz gölündən Afrikanın en şərqdə. hündür zirvesini verəndə Topkalı gedib götürürlər, amma Kilimanjaro. Bəli, onlar haqqında danışmışdı. Çaşdırıcı verirlər onu. Özə siyasətə Hadisə uyğunlaşmalar. nə oldu? Şey, yaxşı, çətin bir şey var burada. Yox. Sadəcə diqqətli olmaq lazım. Yaxşı, indi bugündən sonra biraz daha xırdalaqlarla gedəcəyik. Üzə ümumi proqramı qavramısınız. Mənə lazım ki, indi sizlə xırdalaqlara düşün. Çok sağ olun. Şey aynı. Bu qədər. Başqa sualınız yoxdur müəllimlər. Onda belə deyək, 6 dəqiqəmiz qalıb.